dayı. Yine bu cəmiyyatı nəyə yığmısan qəza yerinə yığılan kimi? Sənin vəziyyət məndən xoşum gəldi. Əla vəziyyət məndən. Bax, siz cəmiyyət olursunuz, mən də qəza. Amma inandırıcı olsun deyə surət ədini aşıb məni aşırdırsınız. Baxın da ləzzət eləyər, əla olar. Seyrək. Bu dəqiqə sən baş onun üstünə nə bilə tumarı çəkib, üzündən də öpəcəm, dəli olacaq. Bəsli də adam oldu. Bu dəqiqə internetdə üzündən öpüldüyünə görə dəli olan 5-6 şahin tapa bilərəm. İstəyirsiniz? Sakin! Bəsdirin görün. Adə, ay lazımsız sənayə tullantıları. Niyə siz bu öz daxili çirkiyüzlə, kiriyüzlə, bütün ətraf mühüdülə çirklendirirsiniz? Sakin olun görün. Bizim buraya yığışmağımızın əsas məqsədi ondan ibarətdir ki, xoşbəxt müəllimə öz adını dolğun yaşamağa kömək eləyək. Sağ ol Əjdər, ekoloq, təbiət sevən. Xoşbəxt müəllim, nə oldu ki, bu dəryada gəmiləroz batıqdı, yoxsa şalvaroz palçığa batıqdı? Uşaqlar, bilirsiniz? Bilir. Yox, bilmirsiniz. Yox, bilmirik. Bilmir o, hardan bil abi? Mənim xoşbəxtlik üçün elədiyim hər bir şey axırda bədbəxtlik üçün dəvətnaməyə çək. Bacarmıram da. Heç cür yaxşılıq eləməyi bacarmıram. Bilmirəm bu xoşbəxtliyi harda axtarım, nədə axtarım, necə axtarım. Sən narahat olma xoşbəxt müəllim, mən bilirəm. Xoşbəxtliyi təyyarədə yox, uçan quşun qanadlarında, dəryada yox, yağan yağışın damlalarında axtarmaq lazımdır. Mən başa düşdüm. Sığallayan yox, yumruq vuran əlin barmaqlarındadır xoşbəxtlik. Ayələti, ayaqlarını səssizə qoy. Yoxsa o mənim əsəblərimlə oynayır. Ay Əjdər dayı, mən nağarım, amma mutiyə düşmür da. Mən demək istəyirəm ki, xoşbəxtlik xırda şeylərdədir. Sən ona nə qədər diqqət yetirsən, sonra o sənin diqqətinə görə sənə minnətdar olacaq. Başa düşdünüz? İndi də durun, gedirik. Əjdər dayı, iməcəyə gidirik. Sarsaqlama, qalxın görün. Hə, elə hamısını. Mən də çox sevindim. Olduğunda görüşərik. Aha, elə kafedə. Oldu, sağ olun, sağ olun. Sevgi sevən mərd olar, sevməyən mərd olar. Elhamdar. Elhamdar. Mən başıma niyə belə daşılanır axı? Elə mənim də. Sənin niyə? Sən niyə daşılanır təpənə? Ayda xırıldır sənə, kişiyə cavab ver də. Bax, sevincdən sənə nə? Seydər, sən bilmirsən mən nə demək istəyirəm, deyə bilmirəm, Mən bilirəm, denən Rakif də bilsin də, nə paxıllıq da. Yaman qarnı qurtlu olmuşsan, sən axır vaxtlar adamlar. Heç tanıya bilmirəm səni. Qurd. Alma qurtdu, qurdu yedim, alma qurtdu qarnım. Qurtdu da. Sözdən yayın mənə cavab ver. Sən o şeirin var, mənim dostlarım sahib ələmdar, ələmdar sahib mənim dostlar. Kişi, cavab edir. Çay iç, çay soğutma. Ana, çay ana. De. Eşitməm, sən çay axar çuxurun tapar, mən içmişəm. Elhamdar. Niyə boynun almısan? Nəyi? Qardaşının dərdini ürəyinə saldığını. Niyə boynun almısan, axay qaqa? Alacaqdım da, imkan verdin ki. Qabraq, ağlama Potabaş, mən sənə çox istəyirəm. Sənin dərdin, mənim dərdim. Mən də çox istəyirəm. Bənə, hamı sən çox istəyirəm, sən çox istəyirəm. Qardaş, ağlama. Gülbadam. Mənim çantamı gətirir, tez elə, gecikirəm işə. Çanta? Xala, dərimin xanına dərsə gecikirəm. Gülbadam, xala, mən bir stəkan su ver, bana bir dərsə gecikirəm. Gülbadam, deyəsən dünən pul qabımı sənə vermişdim, haradadır, tez gətir, ofisə gecikirəm. Oy, bezdim, Ayşe, hamınız bir yerə geckin, məndən bir şey istəyindən, ha?
başımı itirmişəm, ya da bir nəfər çıxsın mənə kömək eləsin. Zavr, sən get atanın çantasını gətir. Yakut, sən də get ananın pul qapısını gətir. Fərhat müəllim, siz gedin Yakut'un qələmini gətirin. Möhtənət başı, siz də Zara su gətirin. Ömrümdə bir dəfə var rəyər tapıram. Onunla görüşməyə hazırlaşıram. Onda da minden iş çıxardırsınız, değil mi? Sən halaldır Gülbadan. Varı ər axtarırsan, narahat olma, mən tapacam sən. Amma evlənməmiş, onu bankrot eləyəcəm. Bəs yaxşı, bunları sən görməyəndən sonra mən görməliyəm bu işləri. Fərhat müəllim, bax gördünüz. Mən siz də bu şeyləri başarırsınız da, nə? O şeyi mənə deyin ki, onu siz bacarmırsınız. Ay Fərhat, Gülbadan düz deyir də. Biz biraz düşüncəsizlik elədik. Hadi, nə oldu? Bəbəyəkdən geçkirdiniz, çıxın da. Tez. Və mən görüşə geçkirəm axı. Boy, gedim hazırlaşın. Mənə ərə gələrsiz? Yox. Belə də evlənmə təklif olar. Bəlkə belə deyim. Mənə ərə gələrsiz? Bərəkallah hastam, elə eyni şeydir də. Mən belə görürəm ki, mən heç cür evlənmə təklif eləyə bilməyəcəm. Mümkün deyil. Meştibat belə papağını necə qoyacağına artıq rahatca qərar vermişdi. Mən necə eləyim ki, alınsın. Bildim. Mən ona bir iş təklif edərəm. O da bundan başa düşər ki, bərəkallah hastam. Ağıllısan da sən. Sən çox ağıllısan, iş təklif edəcək. Aslan, axı nə oldu sənə? Sən bunu bacaracaqsan. Doğrudan bacaracam. Bəli, bacaracaqsan. Sən öl. Mən elə belə sən öl vurmaram. Doğrudan bacaracaqsan aslan. Mən sənə inanıram. Hə, mən də özümə inanıram ki, mən bunu bacaracam. Mən qorxmadan ona deyəcəyəm ki, mənimlə evlənməyə razısınız. Ay, yox. Qəndimiz var, yağ lazımdır. Söndür. Başqa söz tapmadın? Nə yox salmısan? Bu yox sözünün düşər-düşməz olar. Mən təklif edirəm, sən də yox deyirsən. Deməli, bu iş olmayacaq. Aslan mənim, yoxdan sonra qənd yağ dedim də. Sizin işiniz alınacaq, özü də yağ kimi gedəcək. Bir də mən başa düşə bilmirəm, siz belə şeylərə inanırsınız. Nəsə belə çox həyəcanlısınız, Yox, o qədər də... Yenə də yox dedim. Yox, mən ürəyimə damıb. Mən bilirəm ki, mən ona evlənmə təklifini edəcəm, o da mənə yox deyəcək. Yox deyəcək. Nə? Aslan müəllim evlilik təklif eləmək istəyir? Ay, nə yaxşı. Onda belə çıxır ki, 2 toy birdən olacaq. Ay, belə şad xəbəri mütləq böyük şey verməliyəm. Qoy o da sevinsin. Xoş xəbər olun da. Bəlkə sevinci bağlayaq stula. Boynuna qoyaq ki, sən oğlanla danışırsan. Kəsən səsini. Səydaş, bizə onun oğlanla danışmaq lazım deyil. Hə də. Desək ki, oğlanla danışıram, Rakif alladıram. Biz də deyərik, bizə sənin oğlanla danışmağın lazım deyil. Sahib. Hə. Çıx bayıra, hava dəyiş. Burada oksigen azdır. Çıx çölə. Çıxmıram, hə. Oksigen nədir özdə oksigen? Yox bir. Çıxmıram mən. Çıxmırsan? Yox. Sən çölə çıxmasan. Sən indi bu dəqiqə bir altdan yuxarı bir dədə baba şafalağı vuracam. Göydə kəllə mayallaq var assan. Sən o Səydaş gözün yalnız ayağın altın görəcək. Bildin hə, dımbılı. Süperdir də. Onda ayağımın altı yaxşı görərəm. Sən indi bir-iki kəlmə də danışsan, sən o gözün yalnız oranı görəcək, ayağın altın. Əlamdar, ayla, indi fikirləşirəm ki,
Seviş heç vaxt mənim üstümə gül qoxlamaz. Mən onun qönçəsiyəm ax. Gönçə deyirsən, sən palıd ağacısan. Nədə? Deyirəm, Gönçə Rakoyla, yazıq Rako, romantika. Ağlamaq tutayım mən. Ay, sən gənə Gönçə olmağa vaxtın oldu. Mən bədbaxt, heç cücərmədim. Nə bir-birinizə gözünüzü döyürsünüz, hə? Bir plan fikirləşin də. Düz deyir. Seydaş olsa da düz deyir. Şəbəkəsi işləyir. Bir şey fikirləşmək lazımdır. Nağar ağa. Olmayacaq. İnşallah. Salam. Ara dursan, o da şaxazdır. Mənim giridə çəri. Ne mənlim ha? Mənlim özüm əmi. Anam da. Yaxşı. Sakitləş. Ay, sakitləş. Ağlama. Ver. Yavaş ol. Yavaş. Ha. Kaldır amına koy. Deyirəm ay Əşkərdə, biz bir dəyə təkərin ağarıq, bitdən demək istəyirəm ki, iki təkərə qaldırmaq istəsək, alınası döyün axı. Deyirəm, bu təkərə nə deyirsiniz? Dilmancda baxaram, ya da özüm deyim, çarx da deyilir, təkər də deyilir. Mən bildim nə eləmək lazımdır. Mən uzanıram yerə, siz də təkərlə mənim üstümə getirsiniz. Bir dəqiqə dayan. Ay Əjdər dayı, təkər gətirdik, yaxşı elədik. Xalqın maşından niyə çıxardıb gətirdin? Gidib mağazadan alardıq, gətirərdik bura. Başqasının təkəri bizim nəyimizə lazımdır? Düzdür də, bu çarx video çarx olsaydı, YouTube'a qoyub like alardıq. Adə, aynar şərablar, niyə mənim təkərimi? Sən, tamam başımı itirmişəm, qanımı niyə qaraldırsınız? Qaralmışsan ki, Əjdər dayı. Əjdər dayı, nar şərab demişkən bir dənə sual vermək istəyirəm, kətin də olsa. Nar şərabı, qleçirini, şampunun ağarıq. Yəqin, xoşbəxtlik üçün lazım olan məhlullardır da. Mənim günmə güzaranma. Sən yox, mənim də günmə güzaranma bax, ay Əjdər. Vaqif müəllim, mənə bu qədər kömək edirsiniz. Amma heç bilmirəm, borcunuzdan necə çıxacam. Bir də bu sözü eşitməyim. Zalcı sağ olsunlar ki, sənin kimi insanla, tələbə ilə məni qarşılaşdırıblar. Ayrıca mənim elədiyim bir şey yoxdur. Maşallah məntiqdən çox yaxşısan. Çox sağ olun. Keçək növbəti suala. Akif deyər yaralıdır. Soruşma məndən haralıdır. Sevgisinin hayıdır. Yarasını sarıyan olmaz. O müəllimin mənim əlimdən alan olmaz. Şşt. Kopuz, sakit. Ne olur? Toryadorun üstüne cuman öküz kimine daha ne acımırsan? Əjdər dayı demişkən, tabaqıl elə. Rako, Seydaş, indi bax gör, qardaşım nağaracaq. Örgən, ələmdar kral. Çəkil o ana. Mən o yolu ağaracaq. Salam mülək müəllim. Aleyküm salam. Onlar bayra çıxaq. Niyə olmur ki, çıxımdır? Birazdan deyirəm tənəffüsü, zəng vurulacaq, zırınq. Bura şey deyir, məktəb deyir sənin üçün. Bura mənim çay evimdir. Deyirəm yəni ki, müəllim, bayra çıxa bilərik, çıxmaq. Çıxım. Yəni... Deyirəm müəllim, üzr istəyirəm, bir konspirativ sual vermək istəyirəm. Bu ne da? Bu ne köynək da? Bu xırtdəki, bu açda, bu biraz rahat ol, köynək. Bu ne da? Söyle, çıxım. Mən belənçik. Hop tağa, gördün mü? Gördün mü vardım o? Çıxım, çıxdıq. Gördün mü?
Qorxdu, gözləri belə qaldı. Sevinç də vaxtında gəldi çıxdı. Hindistan polisləri kimi. Ya, söhbət öyle. Nəsə eləmək lazımdır. Belə gəlsən müəllim sevgilim mənim əlimdən alacaq. Nəsə fikirləş. Yo. Tabaqıl elə, heç tərdə. Ana, ay! Siz niyə mənim əsəblərimi körləyirsiniz? Biz bu təkəri açdığımız maşının sahibi ilə nə danışdıq? Danışmadıq ki, biz bu maşının təkərini aparıb təmizləyəcək. Oha, şəxamba bəsdir. Deyil. Bax, bu gördüyümüz xırda işdəki xoşbəxtlik, xoşbəxt müəllimi xoşbəxt eləyəcək. Ayşədən, hun bil o, yəni biz də hun deyirik. Amma biz demək istəyirik ki, ha bu təkəri biz abra nəyə gətirmişik, ha bu naşəraf nədir, gliçerin nədir, aləmi qatmışıq bir-birinə bilən. Abala. Bax, o naşəraf, o gliçerin, o şampunla biz bu təkəri elə qaraldacaq ki, gündüz görən gecəni xatırlayacaq. Əjdər ki, mənə çatmadı. Bu təkəri biz bura niyə gətirmişik? Xoşbəxt müəllim. Aycan. Biz bu təkərləri bir-bir açıb gətirib burada qaraldacaq ki, aşağıda göz dəyməsin. Göz dəyməsin. 1 minut. Biz buradan təkəri təmizləyəndə, siləndə, qaraldanda sahibi birdən başını xoda salıb sürmək istədi. Ən tələsiyindən ondan eynəyəcək. Nətər? Hər şey ola bilər. O ki tez. Aparaq bu təkəri bağlayaq yerinə, birdən maşının sahibi çıxıb getmək istəyər. Götür, tez. Ver. Get qabras. Gəl. Yavaş ol, adam ol, yavaş. Bu nədir? Gözələm, gözələm. Uy. Mən nə qayraşam, mən nətər eləyəcəm? Oy, bir dənə variyyət tapmışam, o da əldən çıxacaq. Fikirləşmək lazımdır. Gülbadam, keybadam, kütbadam, külbadam, fikirləş. Tapdım! Nahnilay, onu bura çağıracağım. Deyirəm ki, buralar mənim evimdir. Biraz söhbət təşərək, mutlaşarıq, çıxıb gedək. Maytənət bacı girin, heç urufları da inciməz. Urufları inciməz düzdür, amma bilsələr özləri məndən inciyərlər. Allah! Keybadam, mən deyən. Hardan biləcəklər az? Həndən biləcəklər. Biraz ürəkli ol. Bura çağıracam. Biz bura gələcəyik. Rakopros. Deyirəm ki, gör biz nə Səydəşik ki, Səydəşə iş tapşırmışıq. Ələm də. Sahib elə danışdı ki, az qalmışdı gözümdən yaş dama. Dama. Rako, gəl dama oynayaq. Ding. Heç nə deyirəm, ağla, başıma dönüm. Rakopus. Sevinç, bax, bu axırıncı məntiqi də həll eləsən, imtahandan demək olar ki, göz yumulu keçəcəksən. Magistraturaya qəbul olsam, bu təkcə mənim yox, sizin də nailiyyətinizdir. Bayaqdan gəlmişsiniz, hələ çay gətirməmişəm. Gedim çay gətirim. Yox, narahat olma, hər kəs. Yox, nə narahatçılam, gətirirəm. Baxarsan, nə oldu? Belə planım var. Bir dəqiqə gözlə. Sevinç bu müəllimi kafedən qolmasa, mənə də Səydəş deməsinlər. Gözləyin. Mətənət. Əminsən? Ay qız, əlbəttə əminəm. Bayaq Şəfiqə zəng elib bilirsən nə dedi? Dedi ki, Aslan bütün günü bugün sənə evlənmək təklif eləməyə məşq eləyib. Təsəvvür eləyirsən? Həyəcanından da əli ayağına dolaşırmış. Amma sən mənə de görüm, ona nə deyəcəksən, hə? Bilmirəm. Baxarıq da. Hələ qoy bir təklifini eləsin. Yaxşı, bəsdir. Çox özünü naza qoyma. Nə deyəcəksən, hə? Bilmirəm. Baxarıq ya. Amma mən əminəm ki, sən ona hə deyəcəksən. Nədənsə Fərhad, mən elə gəlir ki, o yox deyəcək. Dişi.
Hardan bilirsən? Mən elə hiss edirəm ki, onun deyəsən istədiyi var. Onu hardan çıxartdın özündən yenə? Mənə elə gəlir ki, onun istədiyi var, amma deyə bilmir ki, onun istədiyi var. Niyə deyə bilməsin, ay Aslan? Hə? Yəqin qorxur. Başa düşmədim. Nədən qorxur? Mənə də maraqlıdır, görəsən nədən qorxur? Bax, 2 vur 2. Eləyir 16. Sən bu qədər həyəcanlanırsan, o evliliyi təklif eləməmiş, sənin deyəsən ürəyin dayanacaq, ha? Nə oldu? Ürəyim deyəsən dayanıb. Aslan, bu qədər həyəcanlanma. Mən də hiss eləmişəm ki, o qızın da sənə qarşı istəyi var. Hə deyəcək. 100%. Bunu hiss eləməyə nə var? Ay, yaxşı da özvə gəl. Aslan. Ay. Bu qədər həyəcanlanma da özvə gəl. Aha, gördün? Yalan demirəm. Həqiqətən də ürəyim dayanmışdı. Doğrudan şərəfli efəm. Əlbəttə qırmızı diplomum. Mən indiyə qədər sənə yalan pas ötürmüşəm. Yox, qızıl butsum. Sənin ötürdüyün paslar həmişə oyunun taleyini həll eləyən qollara çevrilim. Yaxşı. Bəs indi biz neyniyək? Aslan müəllimə 150 milyonluq transfer təklifi kimi rədd olunmaz evlilik təklifində kömək eləməlisən. Mən bayaqdan Mətanət bacının başına aparmışam ki, işimiz qəşəng getsin. Yaxşı, mən mesajı qəbul elədim. Əlimdən gələni eləyəcəm ki, Əfsanə xanım da Aslanın evlənmək təklifini qəbul eləsin. Mən bu işdə Aslana maneçilik törətməyəcəm. Sənə uşaq atasına inanan kimi inanıram. Dediyimi kişi kimi eləyən böyük kişim. Sağ ol, sağlam ol, hava ol, nəfəsli olma. Bülbül ol, qəfəsli olma. Mənim nəfəs qəfəsim. Məni azad eləmə, yoxsa boğularam. Böyük kişim. Mən sizə təkəri qara aldım dedim. Sökün aparın demədim. Əgər ağac olmasaydı yaxınlıqdakı dükana girəcəkdi. Bax, siz mənə əvvəlcədən desəydiniz, mən gəlib dayanardım orada, ağacın əvəzinə siz də məni vurardınız. Seydək. Bu dəqiqə sən o paltar bir maşın içində sütü töküb sənə də atacam ora. Sonra sütdən çıxmış ağ qaşıq kimi ağappaq olacaq. Bəs imkan verişimizi görək da. Siz mağazına girməmək üçün ağaca çıxdınız, hə? Ümumiyyətlə bu ekologiyaya, biologiyaya, zoologiyaya, sosiologiyaya, psixologiyaya, antropologiyaya, analogiyaya, atologiyaya, babologiyaya, nenologiyaya, apologiyaya, bu bütün logik elmi təsəvvürlərə hörmətsizlikdir. Siz o ağacdan nə istəyirdiniz? Bəs siz mənim maşınımdan nə istəyirsiniz? Hə? Xoşbəxtlik. Başa düşməm. Mən hara düşmüşəm? O təkəri vaxtında bağlasaydınız, mən bu dərdə düşməzdim. Sizə deyirəm, nə mənim maşınımın, nə mənim, nə də onun təkərinin 100 metrindən də çəkməzsiniz. Başa düşdünüz? Adə, ay! Siz niyə mənə qulaq asmadınız? Axı, mən sizə dedim ki, aparın vaxtında kişinin maşınının təkərin bağlı onun yerinə hər şey ola bilər. Görürsünüz? Yaxşı. Sırsvatuzu turşudum o. Panikaya əsas yoxdur. Biz mütləq qaralmağa başqa bir şey tapacaq. Mən tapdım. Əgər siz qaraltmağa bir şey tapmasaz, hamınız bir yerdə mənim gözümü qaraldarsınız. Şahir! Amma bəssin. Elə belə qara danışırsan, qara fikirlər eləyirsən ki, bütün işimiz də qara gətirir. Sən öyləsən, mən qatı düşmənim var ha. Heç razı olmaram, o da gəlib sənin o ayaqqabıları qaraltsın. Ayaqqabıları qaraltsın? Ayaqqabı? Doğrudan ha, niyə bu vaxt üçün ağlıma gəlmir? Xoşbəxt müəllim, sən xoşbəxt oldun. Arxain ol, səni xoşbəxt eləyəcək o kiçik şeyin nə olduğunu mən tapdım. Müəllim, niyə dərsə gəlməmsiniz? Hamı dərsdədir. Burada nə işimiz var? Seydaş, icazə ver sənə bir ad verim. Seydaş Dərya. Adamlar, indi Sevinç özü qovacaq bu satqını. Buna bax, hə, müəllimlik adından Sevinç əlimini almaq istəyir. Onun gözündəkinə bax, bi. Uşaqlar, siz neçə sinifsiz? Bizim məktəbdə mən sizə görməmişəm axı. Müəllim, məncə
eynəksiz adam tanıya bilmirsiniz. 7-ci siniflikdə bugün gəlmişik. Təzə uşaqlarıq da biz. Bütün müəllimlər dəstədir. Bəs siz haradasınız? Bir dəqiqə dayanın. Vakif müəllim, burada nə baş verir? Güzel, ən pis oxuyanlarını tapıb gətirmişəm. Yenə cavab verə bilmir, yalandan gülür. Ha, o Vagulyanın kitabı bağlanıb. Kalendarda özdə vərəq axtarır. Başa salmışam. Mənim təqvimimə görə bu gün mənim dərsim yoxdur. Ona görə də sinifdə məni heç kim gözləmir. Sevin, zəhmət olmasa buraları bir səhmana salaq. Bu uşaqlar mənimlə dərs keçmək istəyirlər. Mən də onlara istədikləri dərsləri keçərəm. Yox, Sahib. Yox, Səydəş. Bəli, Səydəş-i dərya. Sən o dərya qurudub gölməsi eləməsən, bura gəl. Sizə kömək eləyək Səydəş deyil. Bura mənim evimdir, evimdir. Mən burada tək yaşayıram, qalıram, oluram. Elə mən də belə böyük evlərdə yaşayıram. Amma mən nəsə darıxıram belə böyük evlər. Siz heç darıxmırsınız. Mən darıxanda bağımdakı villama gedirəm. Xarici ölkələrə, səfərlərə çıxıram. Nə bilim, maşınlarımla ötüşürəm, yarışıram. Hamısını da özüm sürürəm. Birini sürürəm, gətirirəm yarıya kimi. Sonra ondan düşüb, o birisini sürürəm, gətirirəm, ona çatdırıram. Belə yarışıram. Həmişə də özüm uduram. Belə sadə bir həyatım var benim. Mən də bütün var dövlətimlə, varlığımla istəyirəm sizin həyatınızın bir parçası olum. Fəyrat müəllimgil gəlməmiş getməsən, ikimiz də parça-parça olacağıq. Əfsanə, gör sənə nə deyirəm. Bax, indi mən evə gedirəm. Gülbadama biraz ev işlərində kömək edeyim. Ortalığı yığışdıraq, yaxşı? Sən gedirsən bəzənməyə. Axşam bizdə mütləq görüşürük. Oldu? Aslan gəlir sənə evlənməyi təklif eləyir. Sən hə cavabı verirsən. Biz hamımız alqışlayırıq. Və bu hekayə xoşbəxt bir sonluqla bitir. Aferin. Ha, her şeyi planlaştırmışsan. Elbette. Ama çatışmayan bir şey var. Yenə? Ha. Aslan hələ mənə zəng eləyib deyib ki, mənimlə görüşmək istəyir. Əfsanə, o indi, bax bu dəqiqə həyəcandan sənə heç vaxt zəng eləyə bilməz. Başa düşürsən? Sən heç narahat olma. Mən Fərhada zəng eləyib demişəm ki, Aslanı götürsün bizə gəlsin. Bizdə evlənmək təklif eləyər. Gördün? Heç bir bəhanən qalmadı. Ona görə də sən bəzənməyə, mənsə evə. Fərhad, o qədər həyəcanlıyam, heç bilmirəm necə danışacağım. Hələ zəng eləyib ona görüş yerini demək lazımdır. Sən narahat olma, artıq görüş təyin olunub. Mən inanıram ki, sən bunu bacaracaqsan. Şəfiqəni mənə vermirsən? Bunu da bacaracaqsan, nə var ya? Mən başa düşmədim. Biz niyə Aslanı evlənmə təklif eləmək üçün kömək eləməliyik? Toy olsun, toylar olsun, röya gəlsin, xumar gəlsin, namik gəlsin. Vav. Oldu biz gedirik restoran danışmağa. Nə? Bu biraz ağ oldu. Restoran. Dəstəyin artıq da zərərdir. Yazığın ürəyə getmişdi ki. Nə var, dedim toy tez olsun, Namiqi də, müğənniləri də tez görüm. İnşallah tezliklə Ələmdarım da mənə evlənmə təklif eləyər. İnşallah.
Böyük müəllim, mən hesabladım. Aslan müəllimin təklif eləyib Əfsanə xanımın qəbul eləməmə, Aslan müəllimin təklif eləməyib Əfsanə xanımın qəbul eləmək kimi bir ehtimalı yoxdur. Bəli, elədir ki var. Bunu danışır, o deməkdir ki, yəni mən nə desəm də o qəbul eləməyəcək. Yox Aslan, elə demək istəmirdim. Eləyəcək. Sən buradan gedirsən, gül alırsan. Üzükdə gəsən almısan. Ay sol. Mən də gedirəm evə. Mətanətə zəng eləyirəm, Əfsanəni gətirir bizə. Sən də gəlirsən bizə, evlilik təklifi eləyirsən. Evet ki var. Amma yenə də mənə elə gəlir ki, onun gizli bir sevgilisi var. Yəni o deməyə çəkinir, demir. Aslan, tez get. Aslan, çıx bayrağa. Onu mən özüm aparacam maşınla. Bu anı çoxdan gözləyirdim. Məncə bu qədər. Bəs eləyər. Salam aleyküm. Müəllim, üzr istəyirəm. Bayaqdan fikir verirəm, dərs keçirsiniz. Əziyyət çəkirsiniz də, başınız qarışıb. Çörək yeyim, nuş eləyim, cana gəlin. Çox sağ ol Əlmdar. Niyə əziyyət çəkirdiniz? Yox, müəllim, üzr istəyirəm. Azərbaycan dilində çəkmək sözü bir sıra mənalarda işlənir. Yəni meyvə də çəkirik əllə, ət də çəkirik. Hətta lazım olanda bəzi adamların üstündən xətt də çəkirik. Eləyəcə sıxmayalım. Məncə əziyyət çəkib meyvəni, əti əllə çəkməyə ehtiyac yoxdur. Çünki bunlar üçün maşın icad olunub. Firdosyan canı üçün? Nə? Söhbət eləyirik. Nə yaxşı siz dediniz. Yoxsa mən o ət çəkən maşından üzümü qırxacaqdım. Əlmdar. Dərdləşirik də. Müəllim, ye, nuş elə, çörək ye. Sonra gedib orada burada deyərsən ki, məktəbdə mənə yağ çörək verirdilər, bu çay evində heç nə vermədilər. Ye. Çox dadlıdır. Nuş. Əlhamdülillah. Ben dedim ki o kadar bir bastırmışam ki yere kim kasacak? Ne oldu ha? Canıma azar oldu. Ben ne bileyim ne oldu ha. Ben o kadar bibar sürtmüştüm. Bibar xəssəsi değil mi? Benim sevince xəstə olduğum için. Sen xəssəsən. Ha? Ağla. Görüb, deyirəm ay Əşər dayı, o kişi düz deyilmiş maşın çox pis əziyikdir. Laba bilə xəşini çıxıbdır. Bunun üstünə bir əzəmlə doşaf töküb xaşıl kimi yemək olar. Yaxşı. Kaş o ağacın yerində mən olaydım. Kaş elə o maşının yerində Fərhad olaydı. Şapalan kimi çırpılıb, papalan kimi əziləydi. Ay Əşər ki, mən bir şey məhtəl qalmışam ki, biz bu ayaqqabı təmizləyəndən niyə aldıq? Özü də dedi ki, yəzinə şəpiyi vermişəm, geysin ayaqlar, gedib su almağa, indi birazdan gələcək. Nətər? İndi mən deyərəm. Mənə bax, boş-boş çənə döyməkdənsə, işlə məşğul olsun, ayaqqabının yəsi gələnə qədər onu təmizləyə bilərik. Ha, bir dəqiqə. O da, sən nə edirsən? Onunla yox, narşərabla. Ancaq narşərabla, bu mənim metodumdur. Əgər istəyirsənsə, ayaqqabını da maşın təkəri kimi qaraldasan, narşərabla qaraldır. Ay Əşər dayı, daha biz habı indi narşərabla qaraldırıqsa da, üstünə biraz da soğan doğrayaq, abi balıq kimi yiyək da. Sazala oxşayır. Yaxşı, zarafat yerdə üç yüzlü məşğul olur. İndi nə oldu? Bu nə deyə? Mən yuxarı qalxan kimi aşağıda nəsə olur. Məhkəməyə verəcəm. Bu mənə qarşı hörmətsizlikdir. Bir dön görmək nə oldu? Bir qaçın. Sizinə görmək nə oldu orada? Gülbadam, inarsan, səni tanıdığıma çox sevinmişəm. Sən mənim varlı dövlətli həyatımın tək parçası olmuşsan. Mən də. Səni tapdığıma görə o qədər sevindim ki... Varlı qadının tək yaşaması çox çətindir. Elə, varlı kişinin də tək yaşamaq çox çətin olur. Belə tez gələrlər. Kimi? Qulluqçu. Neçə nəfərdilər ki? Nə bilim, qapını açarıq görərik. De qulluqçu. Nə tez gəldin? Nə? Nə
Zəhmət bacı tapdığım var budur. Demişəm ki, buralar mənim evimdir. Yalvarıram başına dönüm. Ölmüşəm məni yerdən götürmə, kömək elə. Gəlin, görək, gəl. Oğlum, gətir onu, gətir. Qapısını gəl, qapısını. Çek. Hadi narahat olmayasın. Çek. Nə olmalıydı bu? Otur. Siz mənim başımın bəlasısınız. Yoxsa bu kamera zarafatıdır. Ayakkabılarımı niye yapar mısınız? Şapitleri giyindim ki gelip ayakkabılarımı aparım. Şapit ayağımdan çıktı. Yine istedim olanı giyinim. Maşın vurdu beni. Deməli sizi qəziyə salan o gözəl şəbitlər bunlardır. Bunlar satın da olar, mən xahiş edirəm sizdən, satın olar, mən xahiş edirəm sizdən. Sizdən xahiş edirəm. Eğer görsəz yolda ölmüşəm, beni götürmeyin. Oynayın ben özüm. Götürmeyin beni. Ay şəpitdən atma günah. Fərhana verərik, onunla başım vurar. Mən indi xoşbəxt ola bilməyəcəm. Bu Əjdər dayı ilə çətin xoşbəxt olasan sən. Nətir? Olacaqsan xoşbəxt. Mən ölməmişəm ki, sən xoşbəxt olmayasan. Sən mütləq xoşbəxt olasın. Sən xoşbəxtliyi üçün balaca bir şey tapmışam. Gəl buradan. Yenə hara gəlirik biz? Siz gedin, mən gəlmirəm. Ən salamatı mən burada qalıram. Qal, görmüşləri tapa bilirsən. Buyurun. Çay için. Buyurun Gülbaban hanım. Çay için. Fakat... Mətanət, bu nədir? Gülbadan, şu kimdir? Qulluqçunun əridir. Yoldaşına kömək eləməyə gəlib. Nə? Fərhad, həyatım, mətbəx. Çayınızı için. Rako, nə tutuzdıra bilmədim. Sən şey elə də, gedib gör. O əli qaldır, əli, va. Akifdir ya? Yo, şeir yoxsa. Yo, çox sirkələmə, portladarsan buraları. Salam müəllim. Salam, necə kömək edə bilərəm? Müəllim, sən mənə bizə yolla kömək edə bilərsən. O da kəyağa durub. Nə olub Akif? Heç, müəllim dana deyirəm, ayağa durub o tərəfdə otursun. Qəncərdən külək sal gəlir, birdən soyuqlayar. Çox sağ ol, qayğına görə. Varınız yoxdur. Dayan mən verim. Sonra da zəhmət olmasa get. Müəllimin vaxtını çox almayaq da. Sənə demədim getmə. Sənə demədim getmə. Yəni şeirlə yazma. Rahat ol mən. Sevindirəcəm mən səni bunu qırıq eləyəcəm. Qırıqlarını yerdən yığacaqsan. Sən xətəngəz hazırda. Ma bax, aman köynəyinə. Dur diyor. Mən aynı yerlərə bakdayım. Söhbət edirəm, biraz sənə gəlməyəm. Uşaqlar, nə baş verir? Vaqif müəllim. Vaqif müəllim. Qada elədiklərinizin hamısını görürəm. Heç yaşınıza yaraşır. Biraz söz. İlıq söz. Mən birdən ala biləm. Hadi gedə. Göytən iş görəm adında. Yaxşı onu. Biləyik, onu öyle sıxacağım ki. Ama ütülə tez ol. Deyirəm, ay Əjdər dayı. Bu paltarla o özün qaynanasına göstərən təzə gəlin kimi yumasaq olmaz. Yox, olmaz. Hamısını xoşbəxt müəllimə görə eləyirik də. Xoşbəxtsən, xoşbəxt müəllim. Xoşbəxtdir. Ay gəlin, ay qaynana. Ədə paltarı yuzu tozla yuvarlar ki təmiz olsun. Tökün də yuzu tozlar.
Belə eləmək lazımdır. Tökündən yu. Mən. Biraz tez ol, biraz tez ol. Ola, sen ne olursan, sen ne kaldın? O bayaqçı naşarabdı ən kirlisindən. Ha buna bak, gör ne güne koydu. Ha buna bak, Eserda, ha buna bak, gör ne güne koydu. Bir söz neden eterdin, ne karı? Sen tez ol, onu ütüle kutar, tez ha böyle sonra bir de paraşokla yu. O paraşoka ne deyse o? Bayaq dedim də yuğucu toz. Ha, yuğucu tozuyla yumak lazımdı ama biraz tez ol, ütüle kutar. Ha, ütülü koymuşam kızıma da. Ay, ha sen ne kardın ha? Sen haberi yan verir sana. Eserda, ha buna bak, gör ne kardın, gör abi köyler ne kardın, cüzler yumuştum. Abala siz ne inirsiniz? Salam Məlikə. Salam Melike. Paltarlarımızı yuyub qurtarmamışsınız. Bayaqdan sizi gözləyirəm axı. İşimiz gücümüz var ya. Buradan nəsə iyi gəlir. Yanıq iyi gəlir. Qonşu kafede kebab bişirlər. Kebabı yan verirdiler. Siz arxanızda nə gizləmişsiniz? Şahin. Gizlettik o değil. Ha bu bizim sırrımızdır. Senetin sırrıdır. Biz ha bu sırrı hiçbir kadına gösterebilmez. O bizim paltardır. Mənim əlimin köynəyinə oxşayır. Baxın ona. Ha bu? Ayo. Ha bu ha? Köynəyi yandırmışsınız. Bu mənim əlimin ən sevimli köynəyidir. Ayağım bu saat sizin görün başınızdan oyun açıram. Fırıldaqlar. Eş, sayımı değiş. İndi bu dəqiqə sənin ağzınla burnunun yerini dəyişəcəm mən. Fərhadcan, bu dəqiqə dəyişərik, hə? Mənim də çayımı dəyişin. Gülbədam xanım, sizin də çayınızı dəyişərik. Siz lavaq elədiniz ha. Onu apar, bunu gətir, bunu apar, onu gətir. Başa düşmürəm, bu nə danışıqdır danışırlar. Mən heç soqqulluqçana imkan verməyəm ki, mənimlə belə danışsınlar. Gülbədam, bunlar səninlə niyə belə danışır? Biz bunun qulluqçusu deyilik, bu bizim qulluqçudur. Nə? Deməli sən məni allatmırsan, heç səndən gözləməzdim. Eyb olsun sənə. Aslan Bey, Salam, Mətəl. Salam, xoş gəlmişsiniz. Bu nə geyindi Mətəl bacı? Aslan. Fərhad, bu oğlan kimdir? Salam Əfsanə. Xoş gəlsin. Pərviz? Əfsanə? Gördün? Fərhad, mən sənə demişdim ki, onun gizli sevgilisi var. Sən mənə inanmırdın. Aslan! Əfsanə, sən bu oğlanı hardan tanıyırsan? Bundan əvvəl işlədiyim ofisdə sürücü işləyirdi. Nə? Gülbadam! Hə, uşaqlar, cavab verin də. Nə deyil, nə üstümüzə gəlirsən? O bığ saqqalından utanır ya. Bığı da yoxdur. Düz deyil də. Mənim sevincim niyə əlimdən alsan, Hə, xeyr ola, mənim sevincimizə... Nə sevinci, Hə, mənim sevincim... Çay evində kim işləyəcək? Dədəmi çağıracam. Düz deyil də. Niyə mənim sevincimi əlimdən alıb, mənim əlimi boş qoysan? Uşaqlar, siz nə danışırsınız? Biz sevinclə dərs eləyirdik orada. Mən də o deyərəm də, bu elə şey eləməz, bax ola. Burada nə baş verir? Vaqif müəllim, nəsə olur? Bunu uşaqlardan soruşmaq lazımdır. Şeymiş, mən nə şeylə baxırsan? Şübhələndik də, bu dərs, bu çıxaq belə. Ağın acın mağa gəlsin az. Az bu qabaqdan mağa dərdin, ana mən nərdəyim ki, o da dərs eləyirsiniz. Necə yəni? Nə şübhələnmək? Başa düşmədim, bizdən şübhələnmişsiniz? Ayıb olsun. Heç sizdən gözləməzdim. Vaqif müəllim, sizdən çox üzr istəyirəm. Sevin, sənli bir şey yoxdur. Dostların səhv başa düşüblər. Elə biz də onu deyirik. Amma səhv eliblər. Bax uşaqlar, şübhələr üstü açana qədər ürəyinizi yandırar. Suizənlə yola çıxsaz, yarı yolda qalarsınız. Bax, bir şeyin dərinliyinə, sonuna kimi maraqlanmayınca qərar verməyin. Onu dəqiqləşdirin. Bax, hər ikimizin həm vaxtımızı aldınız, həm haqqımıza girdiniz. Müəllim, üzr istəyirəm. Bu, Bir uşaqlıq idi, elədi də, uşaqlıq elədik.
Vaqif müəllim, mən onların da adından sizdən çox üzr istəyirəm. Sizlə də sonra danışarıq. Mənim, Hər ikiniz. batdıq ya. Necə sevincin könlünü aldın ha? Rakobiya şeir deyirən, Rakif də şeir deyirdi ya. Bu mənim ərimin ən yaxşı sevimli köynəyi idi. Kim yandırın mənim köyünü? Bu deyim bunlar. Salam aleyküm, salam aleyküm. Deyirəm ada, elə bir kaf bizim qismətimizə yazılıbdır. Hər gün bir 5 dəfə sizlə görüşməliyik. Yenə siz. Tutun bunlar. Vay, nə oldu? Niyə? Bax, niyə axı? Mənim həmişə xoşbəxtliyi axtarışım belə pis qutarmalıdır. Gəlin bu quldaqlara, bəlkə tapdıq. Sus hə, sığır kim biri, sığır kim, gör sabırdı kim biri. Əjdər dayı. Sabidər söz demək istəyirəm. Ha bu yarası nə baxsa, sizlə gördüyümüz işi, axırı yaxşı qutaracaq. Niyə yəni? Niyə? Belə pis kimə? Belə yaxşısız. Az danışın. Tez elin yay kişini apara xəstəxanaya. Ayılanda sizdən şikayət etsə siz batdınız. Kömək edin. Dayım, adayım. Kömək edin. Mənim sizə. Mən yox idim. Mən orada yox idim. Mənim xəbərim də yox. Aramızda qalsın. Gülbadam. Mən bunu içməliyəm, hə? Gülbadam, yaxşısan? Bilirsən, mən bura sənə evlənmə təklif eləməyə gəlmişdim. Sən axı niyə məndən bu münasibəti gizlətmirsən? Aslan, sən düz başa düşməmsən. O mənim köhnə iş yoldaşımdır. Doğrudan? Əlbəttə. Hə, deyirəm, ola bilməz axı ki, əfsanə belə bir iş tutsun və mənə deməsin. Onda deməli, mən evlənmə təklifini eləyə bilərəm, hə? Hə, açığı heyecanlıyam, bilmirəm necə deyim. Aslan, səhərdən 100 dəfə demisən. Bir dəfə denən olsun bitsin də. Aslan, sən bunu bacararsan. O məşq idi də, siz... Hə. Əfsanə. Mənə ərə gələrsən. Heç nə demə. Əgər yox demək istəyirsənsə elə bax bu dəqiqə denən yox. Mən incimərəm, küsmərəm, mən həmən çıxıb gedərəm buradan. Yox. Mən gedirəm. Aslan, otur. Mən o mənada yox demədim. Yəni... Yox demək istəmirəm. Bəs nə demək istəyirsən? Başqa cavab variantı yoxdur. Hə. Hə dedi? Mən düz eşitdim, hə? Hə dedi, düz eşitdim. Buyur. Buyurun. Ay! Ne oldu Aslan? Burada sen. İndi elim pencerenin cibinden çıktı. O kadar heyecanlıyım ki. Ay. Bura. Təbrik edirik Aslan. Sağ olun. Aslan müəllimin işi düzəldi. Bəs mənə düşüb ayılıram. Ah! Gülbadam! Ürəyi getdi bununla. Qəribədir. Əvvəllər mən çox seviləndə mənim də ürəyim gedirdi. Amma bu dəfə erkək aslan kimi dayandım. Gördünüz, heç ürəyim getmədi. Aslan!
bilirsən ki, xoşbəxtlik də sənə sənin xoş... Nenologiya, ümumiyyətlə bütün logik psixoloji əl-aləmə... Ayda çaşdım ya, istağfurullah, sıçdaşdım. Hə, ümumiyyətlə bu... Onun bilməyə nə var ki, ayda da utanın deməyə. Bilirəm. Amma ailə dağıtmaq kimi çıxmasın, sizin ərozun ayaq bir dənə qadınla gördüm, getdilər. Elə diqqət yetirəsən ki, xoşbəxtlik də sənə sənin xoş... Nenologiya, ümumiyyətlə bütün logik psixoloji əl-aləmə...